Ağcabədi Şəhər Şirin Hüseynov adına sayılı tam orta məktəbin müəllim kollektivi məktəblərinin dağılması ilə bağlı nəsə eşidiblər, öz narahatlığını bildirirlər. Salam müəllimə, xoş gördük. Nə idi probleminiz? Problemimiz odur ki, 2 sayılı məktəbi, lisey məktəbi düzəldilər, yaradırlar. İbtidai sinif müəllimlərini yavaş-yavaş köç edirlər. Bizi 8 nömrəliyə. Bizdə də uşaq tapmayacaq dərs keçməyə. Belə şey olmaz. 62 yaşındayım, 3 ildən sonra. Lisey məktəbi. Şagird hamısı qaçır, başqa məktəblərə gedirlər. Bir valideyn evdən hamı imkansızlıqdır. Bir uşağı gətirib 5-ci sinifə, birini də gətirib 1-ci sinifə. Aparıb hamısını qoyacaqlar 5 nömrəliyə, 6 nömrəliyə, 11 nömrəliyə. Uşaq tapmayacaq. Nə yuxarı müəllimlər, nə biz. Burada olanların hamısı müəllimlərdir da. İndi valideynlər hələ bilmir, uşaqlar bilmir. Uşağım 1-ci sinifə gəlir. Mən atadan, babadan, yəni nənəm burada müəllimə işləyib, anam həmçinin, valideynlərim burada təhsil alıb, özüm də burada təhsil almışam. İstəyirəm uşağım da burada təhsil alsın. Yəni mən özüm buradayam, uşağım bir başqa məktəbə bu uyğun gəlməyəcək. Yəni həm də doğmalaşıb da bu məktəb sizin üçün. Rayonda bir işləyirəm, bu övladım da 2-ci sinifdə oxuyur. Mən bunu işə gəlim 8-də, bunu 8-də uyuran tərəflarımda çox çətinlik çəkəcəm. Bura yaxında qalırsınız. Hamımızın evimizə yaxın. Təhsil şöbəsinin irəli sürdüyü təşəbbüs 2 nömrəli məktəbin adına həm də bu kollektivə böyük hörmətsizlikdir. 4 şəhid yetişdi. Bu məktəbin 4 şəhidi var. Milli Məclisin deputatı Tahir Rızayev, Budaq-Budaqov akademik, professor Cahid Kərimov. Neçə saymaq olar onlarla elə bir bu məktəbin yetirmələri olur. Çox böyük hörmətsizlikdir bu bizə. Ən böyük göstəricisi olub bu məktəbin şagirdlərinin bu il bizim elə 296 bal 300-ə qarşı 291. Sizdə indi rəsmi məlumat varmı ki? Bizim sinif müəllimlərimizi çağırıb ibtidaini təhsil sektoruna İclas ediblər. İclas edib bunları göndəririk 8 nömrəli məktəbə. O valideyn uşağını aparandan sonra burada yuxarı sinif qalarmı? Bizə o saatı, o dərsi hardan alıb verəcək? O bir uşaqları da aparır. Bir ailədə 3 uşaq Biz də başqa bir yerə getmək istəmirik. 10 il bu məktəbdə tutarmışıq, 42 ildir burada işləyirik. Lisey yaratmaq fikri varsa, nə olar? Lisey, bəli, hamımız razıyıq. Başqa bir yerdə lisey təşkil eləsin. Yəni belə düşünürəm ki, o qədər köhnə deyirsiniz, binalar var, sahibsiz qalmış. Yenidən təmir eləyib, lisey qura bilərlər. 100 ildən artıq kitabxananın Və əziz izləyicilərimiz, gördüyünüz kimi burada olan hər biri ziyalı müəllimədirlər. Hər bir evin anası var burada, burada evin nənəsi var. Yəni bunların da gözəl fikri var da. İndi hamı öz fikrini yürüdür. Bu gözəl analarımız da, savadlı insanlarımız da buyurur ki, o qədər boş binalar var. Liseyinizi gedin, boş binanın birində qurun. Mən də bunun tərəfdarıyam həqiqətən də. Bir məktəbi bir günə dağıtmaq. Boş Rayonun birinci orta məktəbi. Tüm rayondan olan ziyalılar bu məktəbin getirməsidir. Başa düşülür. Bu məktəbi necə dağıtmaq olar? Bax, kitabxanadır bura. 4 ildir fəaliyyət göstər, bəlkə də çoxdur. Bir dənə bura oxucu kütləsi mən görməmişəm gələ. Buranı köçürsünlər başqa kiçik binaya. Bu liseyə əlverişlidir. Dünənə kimi 2 saylı məktəb bura olubdur. Buranı düzəlsinlər, remont eləsinlər. Hələ bağçanı sizin məktəbin tərkibinə də keçirmək olar. Olar, amma liseyi bura eləsinlər, düz deyirsiniz. Kitabxananın deyə pəncərələri nədir ki? Üstü vurulubdur. Bax, müəllimə gözəl bir söz deyir. Bina da çox köhnədir, mən də orada olmuşam. Binanı köçürtmək olar məktəbin hansı otağına. Amma məktəbi köçürtmək olmaz. Yəni bu Elə bir şey olar. Elə bir şey olar ki, ibtidai sinif başqa məktəbdən, yuxarı sinif elə bir şey olar. Mən istəmirəm bura bağlanmasın. Bura bizə çox doğma gəlir. ay Allah, gözləri dolub uşağım. Doğmadı hə bura sənə. Eşidəndə necə oldun ki, məktəbiniz bağlanacaq? Pis oldu. Bura bizə doğmadır. Sizə doğmadı. Burada oxumuşuq da içəridə. İstəyirsən axıra kimi burada oxuyasan. Aidiyyatı qurumları bu gözəl balaların da səsinə səs verin. 8 nömrəliyə getmək istəmirəm. Öz məktəbimdə oxumaq istəyirəm. Anam burada işləyir. Anan burada işləyir, sən də burada oxumusan. İnşallah səsinizi eşidər. olan məktəbi rayonun siyasından çıxardıb, nəyəsə bir yeni bir qurum yaratmaq üçün bu çox böyük haqsızlıqdır. Elə 2 nömrəli məktəbin burada o qədər veteran, rayonla bir adı olan müəllimləri olub, ziyalıları olub ki, onların tarixini silmək deməkdir. Nətər yəni 2 nömrəli məktəb ləğv olsun, yerində hansısa bir lisey qursunlar. Göstər başqa yerdə qursunlar. Mən 82-ci ildən bu məktəbdə fizika müəllimi işləyirəm. Bir müəllim kimi xahiş edirəm bütün müəllim kollektiv adından cənab prezidentimizə müraciət edirəm.
Mehriban xanıma müraciət edirəm. Bizim bu müəllimlərimizin səsinə səs versin, eşitsin, bizim məktəbimizi qorusun. Çox xahiş edirik. Bizim məktəbimizi 8 nömrəli məktəbə yığmasın o sinif müəllimlərimizi. Biz də burada kənarda pis vəziyyətdə qalmayaq. Kollektivimizi bir yerdə görmək istəyirik. Məktəb bağlamaq olar ki. Azərbaycan birincisi müəllim bizim məktəbdəndir. Müəllimlərin sertifikasiya imtahanında Azərbaycan birincisi, Ağcabədən bircə bizim məktəbdəndir. Keçən il ən region birincisi bizim məktəbdəndir. Prezident təqaüdçüsü birinci uşaq bizim məktəbdəndir. Və bu dərəcədə nailiyyətli olan, siz görürsünüz hər yarışma verilişlərində 2 nömrəli məktəb və hər Şahid olmuşam, verilişlərdə 2 nömrəli məktəb çıxır. Bugün mənim şagirdim, sinifimdə oxuyan şagird Bakıda Respublika Fən Olimpiyadasının bugün final turunda iştirak edir. Bu cür biz özümüzü bir ilə əziyyət çəkirik. Bizim məktəb nəyə görə başqa bir məktəbə? 4 şəhidi olan, şəhidin adını daşıyan məktəbdir. Bir şəhidimizin memorialı var. Yaxında məktəbimizin qabağında. Belə bir şey olar. Yəni ki, Biz daşımayacaq. yuxarıdan onda bizim yuxarı siniflərimiz də dağılacaq. Get-gedə bizim siniflərin hamısı dağılacaq. Ona görə ki, hamı uşağın 3 dənə uşaq gətirir, 4 uşaq gətirir, taksi ilə göndərir özü. Aparacaq başqa məktəbə, bizdə yenə məktəb get-gedə dağılacaq. Belə şey olar. İbtidai olmayan Bəli, aydındır. İnşallah səsinizə səs verərlər. Bax, burada olan müəllimlər hamısı valla o igid oğulları yetişdirən müəllimələrdir. Şagird olmuşam. 32 ildir bu məktəbdə işləyirəm. Atam, anam rəhmət eləsin, Allah bütün ölənləri. Bu məktəbdə 40-50 il mənim atam əməkdar müəllim olubdur. Cənab prezidentin özünün tərtib elədiyi medalda evdədir. Lazım olsa olar. Deyin, adın familiyasını deyin. Əhmədov Rafiq Həsənoğlu. Atam 50 il buranın riyaziyyat müəllimi olub. Bu saat yüksək səviyyə vəzifələrdə işləyən, hamısı vəzifədə işləyənlər atamın hamısı şagirdləridir. Ağcabədi rayonu, hətta başqa bölgələrdədir. Onun bu məktəb birinci 2 saylı məktəb olub Ağcabədidə. Belə şey olmaz. Ən yüksək ballı müəllimlər burada. Yüksək şagirdlər, bal toplamış uşaqlar burada. 17 bin şagirdin içində bizim şagirdimiz yer tutdu. Həsənov Fərhad. Təmizli kəndindən idi. Həsənov Fərhad. O bizim şagirdimiz idi. 12 nömrəli yetişdirdik. Müraciət edirik cənab prezidentə də, Mehriban xanıma da. Hara lazımdır prezident aparatın qabağına kimi gedib çıxa bilər. Sözümüzü də deyərsiniz. Bu cür məktəbdə Mən dünən sözümü Teymur müəllimə bildirdim. Məktəb adından bildirdim. Hər bir şeyi xırdalığına qədər izah etdim. Burada deyirəm bütün müəllimlərimiz eşitsinlər. Yəni bir insanı ailəsindən atmaq qədər psixoloji sarsıntıya yaşamaq heç ola bilmir. Biz ailəmizdən atılırıq. Bəli elik, bəli obayıq. Bəli miqdən də keçib yeni bir kadr gələ bilər. Amma biz miq deyirik ki, biz burada illərimizi vermişik. Bu məktəb bizim üçün doğmadır. Yəni ailədən ayrılmaq bir günün içində belə qərar vermək olar. Şagirdə də valideynə də. Və mənim məktəb bizim məktəbdə də sayı azdı olar. Mənim valideynlərim, xüsusən də ziyalı valideynlər, xüsusən də bildirirlər ki, müəllimə, yoldaşım işləyir, mən işləyirəm. Səhər tezindən uşağı bura mən ötürürəm. Mən neyniyim? İşləyə hara aparım uşağı? Bizim məktəbin şagird kadrosu dağılır. Ən əsas, ən önəmlidir. Bazı uşaqlarımız, valideynlərə bu günlərim çoxu gəlib yanıma ki, evə. Ay müəllimə, bu necə olacaqlar? Uşaqlar ağlaşır ki, biz yarımız burada olacaq, ana, qardaş bacımız başqa məktəbdə. Bu ayrılmaq istəmirlər. Hələ elə uşaq var ki, artıq indidən ağlayır, pis vəziyyətə düşüb, belə sarsıntı keçirir. Belə inanırsınızmı? Bu gün uşaqlar gəlib qapıya. Psixoloji travmadır da uşaq. Bəli, alırlar. Niyə almırlar ki? Axı fikirləşirlər ki, müəllim necə olacaq? Hələ bizdən çox uşaq bizə bu fikirləri deyir. Çox pis vəziyyətdəyik, özümüz uşaqlar kimi, uşaqlar da bizim kimi. Salam, mən Hüseynova Nəcibə, mənim uşaqlarım bu məktəbdə təhsil alır. Mənim etirazım var. Ona görə ki, birincisi yaxınlıqdadır, bir valideyn olaraq bizə sərf edir. İkincisi, məktəbin müəllimləri də hər tərəfli bizə doğmadır. Uşaqlarımız alışır, psixologiyasına olduqca böyük təsir göstərir. Mən də, yoldaşım da işə gedib gəlirik. Bizə heç sərf eləmir, uzaq bir məsafə. Özü də bura şəhər deyil, rayon yeridir. Yəni doğrudan indiki zamaniyyədə baxanda heç sərf eləmir. Yəni mənim etirazım var, heç də razı deyiləm.